Bugün də dedim kələmi pişireyim xanımlar. Qovurma eləyim. Baxın belə nəhrə yağında yağ, soğan, kartuşka, kök. Evdə kök vardı deyə əlavə etdim. Olmasa belə köksüz də etmək olar, kartuşkasız da etmək olar. Əksinə varsa biber də, yəni hansı tərəvəzləri xoşdurursunuzsa əlavə edə bilərsiniz. Məndə də hər dəfə bir cür olur. Necə evdə nələr varsa o cür hazırlayıram. Mətbəxin də qapısını Cəsur örtdürdü. Çünki nəhrə yağının iyi evi götürdü. Ona görə qapıyı örtdü. Qapı örtüldü mətbəxdə. Amma da mən kombi işləsə də, baxın pəncərəni də açıq qoyuram. Yemək pişirəndə ümumiyyətlə istilənirəm. Belə uca kələmini əlavə etmək olar. Baxın, bu da kələmidir, doğramışam. Bu da göyərtisidir. Bəlkə də salamlaşım sizlə. Bəlkə də bu yeni bir videonun başlanğıcı ola bilər. Yeni bir gündən, yeni bir videodan hər birinizi salamlayıram əzizlərim. Xoş gəlmisiniz. Sağ olun ki, gəlmisiniz, izləyirsiniz. Bu dəfə də bu yeməyi bu qazanda dedim hazırlayım. Çoxdan da bunu istifadə etmirəm. Belə, indi kələmini də əlavə edək. Şabaldı da çıxartdım. Onu da bugün belə qabığından təmizləmək istəyirik. Yaxşı ki, dünən axıra qədər etmədik. Edə bilməzdim, çatdıra bilməzdim. Dünən yemək edirdim deyə tək özüm olsam, özümüz olsaq edərdim yavaş-yavaş. Amma dünən çatdıra bilmədim. Həm də əllərimiz kəsik-kəsik oldu. Bir gün fasilə ilə indi bugün onu edərik. İndi kələmini əlavə edim. Və biz bunu yeyərkən qurutma yeyəcəyik. Düzdür, Cəsur yeməyəcək. Həm yağını yesin, uca bildi. Özdə mən gördüm ki, o uca gedir, dayısı gilə gedir, nənəsi gilə gedir, hazırlaşır. Ona görə dedim, qoy rahat-rahat istədiyimiz yağla hazırlayaq. Onsuz da Cəsur bunu yeməyəcək. Amma yesə də belə, gərək o elə-belə yesin. Amma biz qurutuna yeyirik də, o qurut xoşlanır. Nə qatıq sarımsaq xoşlanır. Qurduğunuz da yoxdursa, qatıq sarımsaq edə bilərsiniz yeyərkən. Və yaxud ümumiyyətlə, eləcə, nə qurutsuz, nə qatıq sarımsaqsız. Düzdür, pişəndə düşür, amma bildim ki, belə dolu olacaq, qazan dolacaq ağzına qədər. Ona görə bu qazanı çıxartdım pişirməyə. Hamısını əlavə etdim. Duz da əlavə edim. Hələ ki, bu qədər bəsdir. Sonra dadına baxarıq. Həm də ki, qurutla yeyir. Qurğun özü duzludur. Bir damcı su əlavə edim, dibi cız-bız eləyir. Bəsdir bu qədər. Duz suyunu salana qədər dibi yanmasın. Bu da qapağı. İşte, bu pişsin. Cəsur hazırlaşır getməyə. Kompüterin hər şeyini götürür. Özündən orada deyir, işləyərəm. Mən də gün ortaya bu yeməyi hazırlayayım. Birdən qaynım gələr, getmədi rayona bugün də. İşləri var. Birdən gələr, yemək hazır olsun, sonra şabaldı hazırlayaq, təmizləyək daha doğrusu. Beləcə qazanda su qoyaram. Bunda az-az pörtədərik, soyarıq. Belə aynənə. Paltarımı da sərmişəm. Dedim həyətə. Yeməyimiz də hazırdır. Göyərtisini də əlavə etdim. Qarışdıraq. Baxın, tam heç bir suyu falan yoxdur. Qovruldu. Kələm də elə tərəvəzdir ki, nə qədər yağ əlavə etsin, hamısını belə canına çəkir. Yağı qalmır. Belə. Daha hazır.
Bu da təmizlədiyimiz şabalıtlardır. Baxın, belə 5 yerə böldüm. Belə asan təmizləndi. Qabıqları yaxşı soyuldu. Xarabları az oldu. Demək olar ki, olmadı. Hə, nənə? Yaxşı şabalıdı. Belə yerləşdirdim. Belə əti bükdüyüm kimi etmədim ki, yəni onda açıq qalır da. Soyuducunun dadı, nə biləm, nəsə keçməsin deyə belə düyünlədim. Lazım olar, az olar, ikisini birdən istifadə eləyərəm. Belə bu halda böldüm. Təxmini yarım kilodan olar da. Elə bir 2 kilo yarım idi şabalıd nənə. 5 yerə böldüm. Nə bilim, gözə yarı böldüm. Bu bir balacadır. Yəni, neysə, bunları da yerləşdirim buzluğa. Yenə paltar tapdım. Yenə paltar yudum. Aparım bunları da sərim. Sonra şabalıd təmizlədim. Qablar var. Onları gəlim yum. Belə bugünümüz də belə keçir. Bunları da yerləşdirək. İndi də nənə ilə oturaq, meyvə yeyək. Geçəkdir dənələri, iri-iri, baxın. Xanımlar, yeni bir gündən hər birinizi salamlayıram. İndi günorta üçün yemək hazırlayıram. Benim biraz da çəkiliş də edim. Bugün qaynanam da dedi ki, elə sulu yemək elə, qoy sup olsun. Axşam, bilmirəm, indi öncəki videodan sonra bu başqa mı video olacaq, bilmirəm. Yəni ardıcıllıq hər gündən az-az belə çəkirəm, xanımlar. Dünən axşam yürüyüşə çıxdıq. Yəni yürüyüş də deməzdim, gəzinti oldu. Mən adətən Raufla qaynanam bir gəzirlər, yavaş-yavaş Rauf nənənin yerişi ilə. Mən bəzən sürətli yürüyüş edirəm. Amma dünən elə özümdə həvəslim olmadı, elə gəzinti oldu bizimki. Elə gəzdik. Sonra yenə yola çıxdıq. İran mağazininə keçdik. Oradan bir balaca alış-veriş etdik. Və oradan lobiya da aldım. İndi onları da hələ yerləşdirəcəm, xanımlar. Şirniyyat falan, nə bilim, meyvə də aldıq. Amma bunları yerləşdirəcəm. Bunlar hələ burada qalıblar. Oradan lobiya aldım. İndi onun yarısını təmizlədim. İçindən çoxlu daşlar çıxdı. Təmizlədim, yudum, istağa qoydum. Bir saat olar ki, istaqladı. Səhər yeməyimizi yeyəndə qoydum elə istağa. İndi yenə bir-iki dəfə yudum. Su aldım, qoydum pişməyə. 1 kilonun yarısıdır. Mən həmişə 1 kilonu 2 hissəyə ayırıb pişirmişəm. Belə, burada da nəhə yağında soğandı, qovrulsun. Kartoşka da əlavə edəcəm. Bir də şüyüd var da, şüyüdü istəmədim. Elə yarım dəstə keşnişdir burada. Bir də tomat. Yəni bunlardan istifadə edəcəm. Bir də duz, istiot. Oradan baxın, belə bir düyü də aldıq. Hər növ düyü var idi. Besta, tamaşa, sonra şahin şah idi, nə bilim, hər növ var idi. Bir də Hindistan düyüsü vardı, o da yaxşı idi. 10 kilosu 5 manat idi. Dedi Hindistandı, nə bilim. İstəmədim, nəsə almamışam deyə almadım. Elə bu sultandı. 1 kilo sultan götürdük. Sultan yazılmışdı, sultan. 1 kilo bu düyüdən götürdüm, xanımlar. 1 kilo baxın bu lobiyadır və bu lobiya 5 manat idi kilosu və 1 kilo da bu maş lobiyadan götürdüm. Keçən dəfə aldıq, yarım kilo istifadə etdim, çox bəyəndik. Nənə deyir, mən harda aş yemişəm, ən dadlısını deyir, sən pişirirsən. Bu aşdan da vəbşə xoşu gəldi, maş lobiyadan qəşəng idi. İndi bu 1 kilodur, bunu pişirəndə yarısını bir dəfə, yarısını da bir dəfə istifadə edəcəm. Əslində indi belə xanımlar yuyub, qaynadıb, 2 paketə ayırıb buzluğa da qoymaq olur. Prosta buzluğumda yer yoxdur deyə ona görə eləmirəm. Elə dursun belə, istifadə edəndə elə yarısını qaynadıb istifadə edirəm. Çünki buzluqda yer yoxdur deyə alınmır da uje. Amma mənə belə rahat olur. Hazır olanda buzluqdan götürüb istifadə etmək çox rahatdır. Dünə də şabalıqları yerləşdirdim. Elə ətdən çox buzluqda belə şeylərdir. Nə bilim, lobiyalarım var, 3 kuluqda, südlərdir, yağlardır. Nə bilim, başqa nə var? Bulyonlardır, bir paçkada noxudum var. Amma istəyərdim bunu da qaynadım, amma alınmadı. Nəsə, dursun belə. İndi bunları yerləşdirəcəm. Ərzaqlar olan qazanına qoyacağım. Belə xanımlar, bir də nə aldıq? Halva aldıq.
şirniyyat, konfet falan aldıq. Axşam ilə çayla içildi. Cəsurum da bugün də yoxdur. Ben bugünən getdim nənəsi gilə, dayısı gilə. Cəsur bugün də evdə yoxdur. Nuray da gedib kursa. Bugün də həftənin bazar günüdür. İndi nə vaxt paylaşaram bilmirəm. Necəsən nənə? Sağ olalım. Sağ ol. İndi bu soğançanı da hazır eləyim, kartoşkasını da əlavə eləyim, nənəm üçün izdirim. Paltarı hazırla, hə nənə, özün bax gör nə istəyirsən. Yığ. Mən lobiya bir qədər qaynayandan sonra xanımlar, əgər qırmızı o tünd lobiya olur, onun kilosu 4 manat 50 qəpik idi. Ondan da əslində gərək rafa deyirəm, gərək alardıq, ev yoxsur alarıq. Onu vinigret salatına daha uyğun bilirəm, o karışlı rəngdə olur. Hə, eləyənki lobiyadan sup eləyəndə onun suyunu tökürəm. Çox qırmızı karışlı onda xoşlamıram, onu tökürəm. Amma bu ağ, bunun suyu ağ olacaq. İndi belə niyə azdı suyu? Filtrdə olandı. Artıq filtr süzülüb tökmək olar. Hə, lobi qaynağa düşsün, biraz qaynasın, sonra kartoşkasını da əlavə edəcəm. Diri-diri. Yaxşı pişirlər, kartoşka həll olur, lobiya həll pişir. Sonra xanımlar, kartoşkanı çıxardıram, əzirəm, əlavə edirəm içinə. Yağ soğanını, tomatlı yağ soğanı əlavə edirəm. Belə duz, istiot. Pişəndən də sonra üzərinə göyərti, elə qəşəng lobiya supu olur. Amma istəsəniz ətlə də edə bilərsiniz. Ətin bulyonundan da edə bilərsiniz. Mən bulyon etmədim. Nədənsə baxın, bizdə belə bir adət var da. Bəzi yeməkləri biz elə ətsiz sevirik. Baxın, bu lobiyanı supu düşünürük ki, yəni burada ətin nə yeri var, amma ətlə də hazırlanır. Amma biz bunu elə bir ətsiz sevirik. Sonra çox zonalar xəngəli ətlə, yəni mən də çəkiliş edirəm deyə falan, bir də Cəsur sevir deyə ətlə öncələr edirdim. Toyuqla da, belə kənd çolpasından. Amma əslində biz xəngəli, yəni deyirik xəngəl hara, ət hara. Bilmirəm, indi biz belə sevmişik xanımlar. Kartoşka əlavə edirik biz. Bilmirəm, indi qədəbəyliyik mi deyə. Əvvəlcədən elə pişib bizlərdə. Bizə elə gəlir ki, elə ət belə olmalıdır. Bir dəfə biz uşaq idik çoxdan. Ata evimdə olanda da, yəni papa dostlarını yığmışdı. Nəsə bilmirəm, nəsə düzəldirdilər, stol düzəltdilər, nəsə düzəltdilər. Sonra xəngəl qonaqlığı etdilər. Mama pişirdi. Yadımda da onda kənarda çəkilmiş ət də qovurmuşdu. Onu da ilk dəfə gördüm, amma biz bəyənmədik. Biz elə yemədik uşaqlar. Qovrulmuş ət etdi kənarda. Amma belə heç vaxt, yəni ondan başqa belə, nə bilim, bizə elə gəlir ki, o xəngəlin öz dadı olmalıdır. Ət, nə bilim, etmək olar, yeyilir, pis deyil. Amma xəngəlin öz dadı başqadır da, yəni ətsiz. Bilmirəm, fikrimi çatdıra bildim. Yəni, indi bu lobiya supunda da ətlə də etmişəm, özüm də edirəm. Amma belə daha bizə xoş olur ki, lobiya supudur. Yəni, orada ətin nə işi var, yəni belə. Hə, belə əzizlərim. Kartoşkanı da içində pişiririk, sonra əzib əlavə edirik. Daha həlimli olur. Daha gözəl olur. Mənim qaynanam giləsində, Rauf gildə, bax, qaynanam pişirəndə Rauf deyir, lobiyanı da əzirdi. Qaynanam lobiyalı hamısını əzir. Amma mən xoşlayıram ki, kartof əzilsin. Elə bir kartofu çıxardırıq əzməyə. O qaşıqda nə lobiya çıxırsa, yəni onlar da əzilir. Amma içində lobiyaları dən-dən də xoşlayıram mən. Hə, belə. Baxın, belə xurmadan da aldıq. Belə. İndi bunları yumamışam. Elə belə qoydum, yeyildikcə yuyulsun. Çünki su dəydi meyvəyə, xarab olur xanımlar. Bir karobka mandarin almışlar, bilmirəm, bundan öncəki video olacaq, nə vaxt. Bir dəfə çıxdım, həyətə ki mandarin gətirim, getdim, gördüm, çoxu xarab olub. Gətirdim karobkanı evə, seçdim. İnanırsınız, bəlkə də 2 kilogram xarab mandarin oldu. O qədər kiflənmişdilər. Deyirəm, bunu mağazində, bazarda nətər saxlayırlar ki, xarab olmur. Neyinirlər ki? Yəni, bizə də həyətdə idi də. Gətirdim, o 4 künc, mən bəzən ləyən kimi istifadə edirəm, pendir qabları 4 künc böyük. Hə, onun içinə belə yığdım, qoydum soyuduca. Hardasa nənə gördü də 2 kiloya qədəri xarab olmuşdu, atdım. Hə, belə əzizlərim, bu qovrulsun. Tomatını əlavə etdim, kənara qoyum.
Bu da qaynağa düşəndən sonra biraz qaynasın, kartoşkasını əlavə edərim. İndi hələ ki bunu bişirirəm. Biraz da kələm qovurması da var xanımlar. Soyuducuda dünən bişirmişdim. İndi axşam yeməyinə baxarıq. İdeya Raufdan məsləhətləşirəm. Nə istəyərsə onu da hazırlayaram. Və belə. Əsas soğancanın altını söndürüm. Qazana kartoşkanı əlavə edim. Nənəmi çimizdirəm. Onun paltarlarını yuyum. Belə işlər. Kombində söndürdüm. İsti idi. Pəncərəni də açdım. İstiləndirəm. Bir də nənə də deyir, hə, istidir. Belə. Kartoşkanı da əlavə etdim. Biraz sarı kök əlavə etdim. Bir də qırmızı acı istiot əlavə etdim. Bunlar belə qaynasınlar burada. Belə çox örtməyim. Birdən daşar bilmərəm. Burada yax soğanı hazırladım. Belə tomat da əlavə etdim. Şkafı açdım, hamama şampun qoyurdum xanımlar. Bir də baxdım ki, mən bu Rauf yuyucu vasitələri, təmizlik vasitələrini alanda çəkiliş etmədim də. İndi dedim bunu sizə göstərəm. Baxın, belə bir əl yumaq üçün belə maya sabun alıbdı, sıvı sabun. Bunlar necədir? Yazarsınız. Məncə yaxşı olar, necə olasıdır ki. Bir dəfə Rauf bir dəfə yaşıl sabun aldı belə. Paçkanın içində bir neçə dənə. Bir izləyici yazdı ki, onlar yaxşı deyil də, palçıq kimi olur. Narsız dəhşət palçıq oldu da. Qabıda qalırdı. Öz-özünə belə elə yumşalırdı ki, elə bir xəmir idi da qabın üstündə. Elə əlvi üstünə belə çək xəmir. Hə, keçən dəfə buradan qab şampununu alanda elə bir dənə də əl yumaq üçün belə maya sabun aldıq. Raufun elə xoşu gəldi. Mən deyirəm, mən həmişə sənə deyirəm ki, Rauf, beləncə sabunlar daha ekonomidir. Sırf əl yumaq üçün də. Ondan xoşu gəldi. O hələ hamamda dururdu, o var. Yəni bunlar hələ biraz gec istifadə olunacaq, hələ biraz gec qutarar. Hə, indi təmizlik vasitələrini alanda belə sabunlar da aldım. Elə yaxşı yerləşdirməmişdim əslində. Yarısını ora, yarısını belə klokda belə qoymuşam. Vaxtım olmur, tam belə açam, yerləşdirəm, baxam evdə nə var, təzə almanlar nə. Bir dənə də baxın, belə bir sabun alıb deyəndə deyir, qız dedi ki, qara sabun soruşandı. Yəni qara sabun da almışdı başlamaq üçün. Belə deyir, paltar üçün belə sabun var İranında. Mən Gülnar eşitmişdim, amma buna Qolnar yazılıbdı. Bilmirəm, həminki sabundu mu dedi. Xanımımız istifadə eləsin. Misal üçün mətbəxdəki istifadə etdiyi dəsmalı misal üçün əlində yosun. Elə bir ki, bu dedi, xlor tərkibli təmiz edir. Bilmirəm, 2-3 gündə bunları alıb gətirib də çəkiliş etmədim deyə. Yəni bir dənə götürüb bunu, deyir açıq idi. Dedi paçka götürüm, dedim bir dənəsini verin, yoxlayaq. Baxın, belə bir sabundur. İstifadə edəniniz varsa yazarsınız. Gülnar eşitmişdim, amma Qolnar yox, bəlkə elə bunu Gülnar oxuyurlar da bilmirəm. Burada Qolnar yazılıb. Yəni bu çinmək üçün yox, bu yuyucu, necə deyim, nəsə yumaq üçün də, dəsmal yumaq üçün, ləkə yumaq üçün dedi, bunlar yaxşıdır. Yəni bilirsiniz ki, biz həmişə 72% sabundan alırıq, istifadə edirik ondan. Belə bunlar da bu boşdur deyə bura qoydum. İndi təzə şampundan istifadə edəndə, hələ oradakı istifadə onda bunu əlavə edib qoyacağım mətbəxə. Bu mənim vazgeçilməz çistinim. Belə bunlar da elə klokda qalıb deyə, bilmirəm, indi vaxt edim. Bunları yerləşdirim, yoxsa hələ də klokda qoy qalsınlar, sonra yerləşdirərəm xanımlar. Bura bizdə həm belə bəzi qurtqaları keçirik. Bura əslində şkafda qurtqa üçün, amma inansız qoymağa yerim yoxdur deyə. Baxın, bura yuyucu vasitələri yığmışam. Bəzilərini, baxın, belə. Bəzilərini böyük paraşok olanda həyətdəki şifanerə qoyuram. Yəni, yer sıxılığım, darlığım var xanımlar. Belə. Bunları da götürüm buradan. Aşağıdakı şkafa yerləşdirim. Belə. Nənəm çıxdı hamamdan xanımla belə çay süzdümlə. Niyə? Özümə də yaşıl çayımla halva ilə içək. Belə. Yeməyimiz də hələ qaynayır. Paltarı da qoşdum yuyulsun. Üstünə su aldım. Bunun suyu azalmışdı. Qaynasın bu da belə aynenə.
Çayımızı içim, sonra da göyərtiyi yuyub doğrayım, hazır dursun aynen. Xanımlar, biz bayaqdan pişirdik. Nənə ilə mən yedik xanımlar. Baxın belə. Qəşəng, qatı, süp oldu. Prosta baldızımla danışırdıq görüntülü. Telefon məşğuldur deyə onu da çəkə bilmədim. İndi görək Nuray gələndə, Nuraya çəkəndə yadıma düşsə çəkərəm boşqabdakı görüntüsünü. Belə. Baxın qəşəng qatı edirəm. Mən çox duru su kimi etmirəm. Belə biz yedik. Qablarımı da yudum. Baxın biz boşqablarımızda biz yedik də. Beləncə işlər. Bu halvadır. Bir dənə də belə paket xalacinikdə var. Mama gətirib dünən papanın eli idi. Allah bütün ölənlərə rəhmət eləsin. Mama çalıb dünən Cəsur ona görə getdi. Mən gedə bilmədim. Özümü pis elirdim deyə getmədim. Anarla mama gəlib. Seva da Cəsurla, qızlarla yoldadılar. Gəlirlər. Mən də bilmədim ki, gəlirlər. Tez tələsiyindi. Toyuq çıxartdım. Tez onu pişirim. Burada da lobya supumuz var. Nə belə bilməmişəm. Onlar deyir, heç olmaz oturub gedirik. Seva qızlarla gəlir. Cəsur komandayı yığıb gəlir aynən. Ay Cəsur. Mama namaz qılır. Yox, YouTube'da. Rahatdır mı? Ay nənə, gözəl nənə. Hələ heç kimi çəkməmişəm. Lahəm puxçası da var. Nə olsan Aylaş? Seva öz keyfinə olan şeylərdən alıbdı. Sevinçqası, abır-cıbırı. Buna bax. Balaca uşaqsız bu nədir? Xalam belə-belə kompotlar bağlayıb. Cəsur deyir, bir həftəlik yemək alıb özünə. Elə Cəsurla Nurayın yeməyi budur. Vaflər də var. Bu cür gözəl halva pişirib nənəniz babanın ehsanında olsun. Danış görüm, Millaş, darıxmışdım sənin üçün. Tətildir, xalasının yanına gəldi. İllaş. Zəhrə nənə illaş deyir, illaş. Esiydi, esi. Messi. Gedəcəksən hələ burdasan. Bəlkə gördüm, görmədim. İnşallah görüşərik. İnşallah, xoş günlər. Sağ ol, aynen. Sağ ol qadınlar. Sağ ol. Gəl öpüm səni. Sağ ol. Salamat qal, özünə yaxşı bax. Ehtiyatlı olan. Gelin Allah'ın amanatı. Sağ ol. Gözəl seyir. Xeyrə qarşı, sağ olun. Amin. Neçə saat? Ona qalıb. Dərmanlarımızın vaxtıdır. Как делишки, как детишки. Mən də qablarımı silim, yığım. Anar mama ilə gəldi. Mama da elə ev paltarında gəldi. Birdən deyiblər mamaya ki, gedək Sevinçkə getmək istəyirsənmi? Anar Şəmsi ilə uşaqları qoyub atası evinə. Anarın yox, anarınki budur. Yadımdan çıxıb qalıb. Ben apararım. Öz aparır. Yaxşıdır Cəsur, get də. Daha yokçu diyor. Hə, Şəmsiyi atası evinə qoyub anar uşaqlarla.
Şəmsənin bibisi gəlib Türkiyədən ona görə. Həm tətildir, yəqin orada qalarlar. Heç nə yadlarından çıxmadı ki başqa. Bura fondu. Belə, bir Sevagil qaldı. Saldadılar. Əslində dərmanımızın vaxtıdır. Yeni bir günümüze başladık. Yeni bir günün hər kəsə salam. Çay demlənsin. Maşınkamı qoşdum. Biraz mətbəxə də əli gəzdirdim. Belə, bu da mənim gözəl nənəm. Belə, həyəti də süpürmüşəm. Havamız da yaxşıdır. Çıxdım buranın yarpaqlarını süpürdüm. Maşını qoşmuşam. O paltarı yuyulana qədər nənənin paltarları hələ dursun. Səhər biraz şehli kimi olur. Biraz soyuyor elə bir paltar. Onlar yuyulana kimi sonra bunları yığıb bunları sərəcəm. İndi Sevda gel bizdədir. Qızlarına Sevda. Axşam getmək istəyirlər. Ən azından bugün buradadılar. Nuray da bugün kursda. Bugün dərsi yoxdur. Nurayın evdədir. Onların da bugün dərsi yoxdur. Axşam onlar da gedəcək. Belə istəyim bugün bizdədirlər. Gedim, yaxşı ki düyü almışdım elə. Aş dəmliyim. O aş qəşəng çıxır maşlobya ilə. Həm onlar üçün. Belə, biz elə çox maşlobya ilə aş pişirən deyilik. Xanımla pişirməmişik. Bəlkə Sevda da evində pişirib bilmirəm. İndi çəkib paylaşmır deyə bilmirəm. Biz elə çox pişirməmişik maşla. İndi gedim onu çıxardım düyünü. Maşın da yarısını qazana qoyum qaynasın. Rauf dünən şabaldı alıb xanımlar yenə. Rauf'da xəstət var ki, o qədər gülmüş ya şabanlar deyir şabaldı biznes açırsınız. Dedim ki şabalt yaxşı şabal dedi, təmizlədim nəni ilə. Heç xarabı demiyorlar ki maksimum 3 ya 4 dənə xarab çıxdı da o 2 kilo yarımdan. Bir də görün axşam deyirik bu nədir? Hamı elə bildi fiyxuadı klokda. Baxırıq şabalt yenə 2 kilo yarımdır, nəsə belə yenə alıb gətirib. İndi bu aralar yox. Qoydum soyuducuya, sonra özüm təmizləyərəm. Həm yorucu işdir, nənə də yoruldu. İndi baxaq da ki, nənə rayona getməsə bizdə qalsa təmizləyərik. İstəyirəm ki, nənə gedəndən sonra, əgər gedirsə gedəndən sonra təmizləyəm, onu yormayım da. Sonra onu təmizləyərəm. Burada bir şeylər var, baxın. Demlənməyə qoydum. Gedim sizə yeməyi hazırlayayım. Günorta yeməklərimiz var. İndi görün, bəlkə uşaqlar nəsə istəsə eləyərəm. Bir də aş dəmləyərəm. Belə, bu da balalarımın ayaqqabıları süpürdüm. Buranı səlgiyə saldım. İnan, nə qədər yarpaqlar gəlir, özü qurudur ya. Ayaq da basırsanız da xırç eləyir, dağılır, ovulur. Onlar da axşam nə qədər material, kafel, nə bilim, neysə var idi. Evlərinin remontundan mı qalıbmış, nəsə nə qədər faydalı bizim üçün əşyalar gətirdi. Allah kömək olsun. Belə keçim evi xanımlar. Belə gödəmlənsin ay nənə. Sevda da maşnik giyinmir. Sevdəyə verdim, giyinmədi. Paltarsız da günümüz olmasın. Maşıqa yenə işləyir. Yeməyimi hazırlamağa başlamışam. Soğanı qovururam. Burada bir paçka şabaldımdan çıxartdım. Düzdür, qara kimi edirəm, amma broiler toyuğudur. Kənd toyuqlarımız qutardı. Uşaqlar dedi ki, ətdənsə toyuq yaxşıdır da. Ona görə broiler toyuğuna edəsi oldum xanımlar. Ümumiyyətlə ilk dəfə də broilerlə mən belə toyuqla qara kimi eləyirəm.
Sonra burada şabalın bir paçkasını çıxartdım. Biraz kişmiş. Bir də alçam yox idi əslində. Bax, beləsi var. Bu kiftənin içinə qoyduğumdandır belə. Borşa əlavə edirəm. Belə toyuğu da doğramışam. Yudum doğradım. Yaxşı zəndədir. Yaxşı şabal dursun. Hə, heç nə xarab çıxmır. Belə. Burada da lobiyamız qaynayır. Qara kimi edim, hazır limonu kənara qoyum, düyünün suyunu qoyum. Səbəb tez getmək istəyirlər. 1 saat 3-ə, 4-ə çıxaq da qaranlıq olmamış. Ona görə dedim, yox qoy da elə indidən hazırlayın yesinlər. Getsinlər. Uşaqlar oxuyurlar, ona görə də gedib yaxşı qalmaq olmur. Bir-birimizin evində uşaqlar böyüyüb. Belə qızlar da dedi, qızlarım, bunlar mənim qızlarımdır. Dedilər, gətir təmizləyək. Qoy təmizləsinlər, buna qoyub bağlayıb xalacilikə qoyaram, sonra pörtədərəm. Pörtədib qabağını sonra çıxardaram. Belə. Burada söhbət eləyirik, iş görürük. Selam mama kurban olsun. Bu boyda cırtdan mı olar Aysela? Biri xarab çıxdı. Nene qoy balaca padnosu sənə verim, rahat olsun. Boynuzdan. Boyu uzada qolun da yorulmasın. Narahatdır sevgi. Belə onu tök bura ay nənə. Ay sağ ol. Belə qabaqda qoy rahat təmizlə özün. Anne. Haycı. Burada belə lobiya ilə düyünü əlavə etdim. Qaynayırdı, indi qaynayacaq. Belə. Duz da əlavə etmişim. Düyümüz də sultan düyüsü idi. Belə. Sonra burada 3 ədəd yumurtada 3 bu qaşıqla qatıqda. Burası yaxşı çalacağım indi. Bu ağlar da açılsın. Bəlkə də bir opa çıxardı, bir opa ilə çalaram. Biraz da duz əlavə etmişim. Burada da qaraya bənzər nəsə bişiririm. Bir dənə ərik qurusu yoxdur. Bir də ətin əvəzinə toyuqdur. Aha, belə qızardı. Üstünə biraz su əlavə etdim. Qoy belə. İndi bu şabalıd da pişsin. Belə. Düyünü süzənə qədər, dəmə qoyana qədər qoy. Burada belə pampodda pişsin. Götürəcəm. Burada dəmirin də üzərinə dəmir ora qoyub dəmə qoyacağım düyümüzü. Belə, burada da qızlarım işlərini bitirdilər. Sağ olsunlar. Nənə nəsibə təmizlədi. Mən də gəldim ki, təmizləyəm bir-iki dəfə. Da özləri elədi, qutardı. Bunu da belə soyuducuya qoyuram. Sonra da nə vaxtsa vaxtım onda qaynadıb qabağını soyarıq. İnternetdə görmüşdüm, qoy onu deyim. Mama da deyir, dünən dedi. Dedim, yox mama, eləmirəm. Niyə elə eləmirəm? Çünki bilmirəm nə tər olar. Alınar, alınmaz. Quruyar qabığına yapışar, təmizləyə bilmərik. Bax, səbə internetdə belə görmüşdüm. Bax, elə bil ki, bu bütöv şabalıqdır, düzdür? Yəni, belə kəsik deyil. Burasından belə kəsirlər bıçaqla, çərtirlər. Burası xət kəsir də, dərində, yəni kəsilsin bu. Sonra qaynayan suyu üstünə tökürlər, 20 dəqiqə saxlayırlar. Mama deyir, mən soyuq suyla gördüm. Deyirəm, yox, mən də qaynarla gördüm. 20 dəqiqə saxlayıb çıxardıb, tuxovkanın üstünə tökür, qoyur tuxovkaya 10-15 dəqiqə qızarmağa. Sonra da çıxardılar, elə ki, təmizlənir. Elə də olar. Bundan asaldır. Nə bil, mənə çətin gəldi, dedim, birdən alınmaz. Hə, bildiyim kimi, hə, mən bildiyim kimi elədim. Deyirəm, birdən alınlar, olmaz. 2 kilo yarım şabaldı kimdə, sonra bunu korlayan hayıfdır da, bahadır.
niyə zay eləyim? Bildiyimiz kimi sağ olun sizin sayənizdə. Sizin sayənizdə. Anar deyir, Rauf şabalıt biznesinə keçib. Qanar qarafatından Bunu da qoyaq xaladelnikə. Sonra nə vaxtsa təmizləyərəm. Sağ olun, sağ olun. Canınız sağ olsun. Hə, aşımız da hazır. Qoyduq dəmə. Qazmaq da hazırladım. Hə, belə. Yağını da qəşəng əlavə etdim. İndi bu dəsmalı krışkaya büküb üzərinə qoyacağam. Bu da belə. Bu da qaramız oldu bu şəkil. Bu da turşu gətirdim. Xiyarımız da var. Çıxardarıq qızlar. Bu da sona qalan sonuncu qablarım idi. Bunları da qəşəng yuyum, götürüm. İlaş bunu qatda qazanın başına keçirək. Krışkasına keçirək. Yaxşı qatda, düz qatda. Yox. Düz elə. Hə. Qoy bura. Mebel üstünə qoy. Qoy, ay sağ ol. Mənim belə dəsmalımdır. Ancaq aş dəmləyəndə keçirirəm. Sarı köklü ləkəli zaddadır. Qablarımı da yudum hamısına. Bu hazır. Bu da dəmlənir. Belə. Şey dəmlənsin. Turşularım, boş qablarımı da çıxartdım. Biraz oturam mən də xanım qızlarla söhbət eləyim. Bu kompot da axşam gətirdim, açmadılar. Təzə hazırladığım feyxua. Yenə nə qədər şüşələrim boşaldı. Yenə nə deyirsiniz feyxua yenə hazırlayım? Bir 10 dənə aramam boşalıbdı. Hazırlamaq lazımdır. Xanımlar, yağ qabımı da yudum. Bundan əl çəkməyin. Bu mənə o qədər rahatdır ki, yəni yağda yerləşir içinə 1 kilo elə. Baxın, hal-hazırda istifadə etdiyimiz yağ budur. Yəni büdcəmiz, imkanımız buna yol verir. Həm də ki, dad baxımından da çox yaxşı yağdır xanımlar. Bayaqdan buzluqdan çıxartdım. İndi biraz yumuşalıb. Bəs deyin qızlar. Gözümün qabağını gəlməyin. Bu da var baxın. Kaldım da. Hə, indi bunu doğru yerləşdireyim. Turşularımı da hazırlayım, qoyum süfrəyə. Yeməyimiz hazır olur az qalıqda. Hə, belə. Yəni yaxşıdır xanımlar. Yəni pis deyil, dadı tamı yaxşıdır. Həm səhər yeməyinə yaxşıdır, həm xörəklərə yaxşıdır da əritmədim. Yəni yaxşıdır əriyib kəsmək olur. Süfrəni hazırlayım, nənən də duruzun çağırın gəlsin qızlar. Qızlar, əl-ələ. O birisi hanı rəqqasə tayı? Böyük. Bu da rəqqasədir, təsə o solo rəqqasədir. Sən solo oynamısan heç İlaş? Niyə? Özünə güvənmirsən, yoxsa utanırsan? Heç biri? Elim qırıldı. Bunu kəsdim də Hüseyin. Mən dedim hələ də onu açılmaz. Açıldı, hə. Yerləşdirək buna. Cəsurla sən elə əritmə xoşdur. Xoşdur, sən nəhrə yağı ilə? Sizlər zavtırdakı bu yağ idi. Hə. Yaxşı yağdır Hüseyin. Yaxşıdır, hə. İlahi elə bilib pendirdir, hə? Nəhrə yağı belə kvadratla harda dayılır. Onda elə yağ pendir qabının içinə qoyaram. Nədir, elə bildim kəsmişəm. Bunu bağlayı Sevuş. Seva bunu da bağladı, belə. Bir də bunu Seva məndən istəyir xanımlar. Bu mənim, bizim ata evimizin, mamamızın qoz pişirənidir. Pajalosta. O Seva'nın 2 dənə balını kloklarına bükmüşsən. Yəni bu köhnələrdəndir də bizim həmişə evimizdə gördüyümüz ki, Sevadaydı. Mən çoxdan nə vaxt mamaya gildəydim. Zəhran yaşı idi, nə idi? Yay idi də, Əsman yaşında. Seva gətirdi, mənə verdi, deyirdim pişirərik də. Gətirdim evə, heç həvəsim də yoxdur, heç nə şirniyyata pişirməyə. Yemək zad eləyirəm, amma şirniyyata ilə də həvəsim yoxdur, yəni qabaqki kimi istəmirəm. Mənim şirniyyatlarımı, yeməklərimi həvəslə yeyənim yoxdur da, rəvanım. Bunlar da elə də yemirlər, bunlar mağazininkini daha çox yeyirlər də, mən də pişirmirəm, kəm kökəl deyir, nə bilim, həm ziyandır da. Özümü yormuram şirniyyatla. Belə. İndi Seva gəlib soruşur, Sevinç sənə vermişdim, elə bil, deyirəm ki, hə, Sevadaydı. Deyir, indi istəyirəm. Özüm pişirmək, vaxtı çatım. Narsa deyirəm, heç açmamışam, heç baxmamışam, rəngi ruhu nə təridir. İndi aparmaq istəyir, aparsın. Deyirəm, pişir gətir. Bir baş üstə.
Pişirib gətirərsən Seva. İnşallah. Və sən qəşəng eləyirsən. Nəsə eləmədim mən, nə bilim. Gözləmə. Görmək kəsməyəcək. Uçlarını biraz lazımdır kəsmək, hə. Və qapı gedir. İkisi də yaxşıdır, öz saçıdır da. Ela hənəsə taxır, yoxsa bir şey taxmır onun yanında. Saç taxırsın. İkisi də taxar. Taxır? Deyir kimdir ama onları hörən həddəsə. Taxır yüz. Uca hazır hörən üstə muncuğu sev. Hə. Все, bunu da açıq. 2 boş qap turşu qoyum. O yemir. Onlar şirniyyat gəlir, baxır, ablav eləyirlər. Görüm şirini nəsə var stolda. Hə. O da ki, maması pişirən yox, mağaziyə, nə bilim belə. Mama pişirən də xoşlayır o. Belə də yox. Qabaqlar yeyirdilər, Seva, il ilə yemirlər. Sən pişirsən mənə heç? Yox. Axırıncı dəfə nə vaxt pişirmişdik Nuray? Mən də pişirmişdim pizza. Dedim ki şeydir. Sizə də pişirdik, sonra Əsma da gələndə pişirmişdim. Sonuncu onda, sentyabrın əvvəlləri. Yox, Seva. Ay sən. Pişir mən yiyeyim də. Hə. Deyirsən yiyeyim. Pizza xoşlayır. Orada bir sən çünki nə var orada? Sasik olur, halva, pendir olur. Bəs nə? Ət nə dedik? Toy qətindən. Mələyi də. Göbələk zat, zeytun. Göbələk nə eləyibsən, Seva, yaxşı olur. Bəsi. Ay balacam. Balacam. Maленькая, Seva, ну да, удаленькая она. Sağ ol. Cəsurdur açan. Nənən otağı bağlıdır. Belə qızlar. Bunu da altını yandırmaya yavaş-yavaş bu da isinsin. Yeməyimizi çəkək də yaxşıdır. Qaranlıq olmamış gedin də. Elə gedirsiniz də gedin. Yavaş-yavaş isinsən burada. Ha, açıram Seva. Bu da turşularımız. Belə doğradım. Все, bunu da isindi. Söndürüm mü? Ha, yaxşıdır da yeməkləri çəkim. Açdın Seva kompotu. Ha, молодец. Orada otur. Yeməyimiz də hazır. Göz haqqınızı halal edin əzizlərim. Axlarım gedir. Nənəmi də götürdüm. Nuray gəlmədi. Nuray deyir dərslərim var. Gəzə-gəzə gedək. Bizim mağazinlərə baxmaq istəyir. Gedək, bunları yola salaq, gələk nənə ilə. Gözəl gün oldu dünən. Qəfil gəldilər. Bir də qaranlıq olmamış gedək.